Təsəvvür elə, aydın bir gecədə göy üzünə, o ulduzlara baxırsan. Kosmosun o sonsuz dərinliyi, qalaktikaların yaranışı, yəni qara dəliklər. İnsan o an özünü necə də kiçik hiss edir, düzdür? Dəqiq. Adətən bizə elə gəlir ki, bütün bu nəhəng kosmik hadisələrin bizim gündəlik həyatımızla, xüsusən də kiməsə yalan danışıb danışmamağımızla heç bir əlaqəsi yoxdur. Yəni elm və əxlaq tamamilə fərqli dünyalardır, deyə düşünürük. Hə, amma bugün qarşımızda duran mənbələr məhz bu inancı tamamilə alt-üst edir. Bu dəfəki dərin araşdırmamızda çox fərqli, fəlsəfi, qismən mistik, lakin eyni zamanda fizika qanunlarına da istinad edən nadir qeydləri incələyirik. Və çox iddialı qeydlərdir bunlar. Bəli. Və missiyamız tək bir suala cavab tapmaqdır. Mənbələrdə tez-tez xatırladılan əsnaf olmaq əslində nə deməkdir? Çox maraqlı sualdır. Əgər mən sənə, bəli, məhz bizi dinləyən sənə desəm ki, kainatın təməlindəki işıqla sənin iş yerindəki dürüstlüyün arasında birbaşa, riyazi bir dəqiqliklə işləyən bir bağ var, çox güman ki, təəccüblənərsən. Sizin açığı, bu təəccüb çox təbiidir. Çünki bizim bu əsnaf anlayışımız əsasən tarixi şablonlarla məhdudlaşıb. Yəni, bu sözü eşidəndə adamın ağlına orta əsrlərin ticarət gildiyaları, sənətkarlar, bazar qaydaları gəlir. Hə, alverçi tacir kimi nəsə. Tam olaraq. Lakin qarşımızdakı mətnləri analiz etdikcə, bu terminin sırf iqtisadi və ya sadəcə yaxşı insan çərçivəsindən çıxıb, kosmik bir memarlıq termininə çevrildiyini görürük. Memarlıq? Yəni, necə? Bax, qeydlərdə diqqət mərkəzində böyük yaradan, qaranlıqla işığın mübarizəsi, əbədiyyət və bütün bu böyük mexanizmin tam mərkəzində duran şuurlu varlığı durur. Və bu varlıq məhz əsnafdır. Gəl elə bu qeyri-adi tərifin özündən başlayaq onda. Çünki mətnlərdə əsnaf kimdir sualına verilən cavab adamı az qala silkələyir. Necə təsvir olunur ki? Orada deyilir ki, əsnaf olmaq enişli yoxuşlu bu müvəqqəti həyatda zərgər dəqiqliyi ilə dürüst olmaqdır. Bax, bu zərgər dəqiqliyi ifadəsi çox kritikdir məncə. Aha, sadəcə qanunu vurmamaqdan getmir söhbət. Dəqiq. Zərgər qızılın milliqramını belə tərəzidə necə ölçürsə, əsnaf da öz mənəviyyatında, gündəlik davranışlarında o qədər həssas olmalıdır. Münafiqlər önündə əyilməmək, çörəyini yanan ömür külünə batırıb dost ilə duz çörəkdə düz olmaq. Vay candan, buradakı yanan ömür külü metaforası da heç təsadüfi deyil əslində. Səncə nəyi nəzərdə tutur? İnsanın bioloji ömrünün məhdud, sürətlə yanıb bitən bir proses olduğunu xatırladır. Yəni, vaxtın onsuz da çox məhduddur. Bu məhdud vaxtı xırda yalanlara, ikiyüzlülüyə xərcləmək sadəcə fəlsəfi bir səhv deyil. Bəs nədir? Bu, həm də kosmik bir israfdır. Əsnaf məhz bu israfa yol verməyən şəxsdir. Mən bu qeydləri oxuduqca, bilirsən, beynimdə necə bir mənzərə camlandı? Deməli, əsnaf sadəcə yaxşı insan deyil. O, sanki böyük yaradanın işığını zərrə qədər də təhrif etmədən cəmiyyətə yansıdan kosmik bir linza, mənəvi bir tərcüməçidir. Çox gözəl bənzətmədir. Hətta mənbələrdə onun yaradanın sözlərini İncillər kimi mətnlərə köçürdüyü və ağ geyimli adlandırıldığı da qeyd olunur. Aha, amma məncə bu linza biraz fərqli işləyir. Yəni, sadəcə oturub passiv şəkildə fəlsəfə edən biri deyil. Əsla, passiv deyil. Əksinə o, fəal bir döyüşçüdür. Bayaq zərgər dəqiqliyi dedin, ha, bax o zərflik onun ancaq daxili ölçüsüdür. Bəs xarici aləmdə necədir? Xarici aləmdə, yəni cəmiyyət içində, o olduqca radikal və barışmazdır. Mətnlərdə onun çox dinamik, hərəkətli bir missiyası təsvir olunur. O, yaradanın əsasını yerlərə vuraraq cəmiyyəti silkələyir. Bir növ oyadır adamları. Bəli, axirət yaxındır deyə fəryad edir. Və ən heyrətamiz hissə bilirsən nədir? Mənbədə Makka adlandırılan qorxuları, qaranlıq hissləri sağ əli ilə əzdiyi deyilir. Yəni o təkcə öz daxili təmizliyini qorumur, həm də ətrafındakı xaosla birbaşa toqquşur. Dəqiq, onu təmizləyir. Bəs bu əsnaf, belə deyək də, birdən-birə hardan peyda olub? Çünki qeydlərdə çox maraqlı, detallı bir keçmiş, bir yaddaş təkamülü verilir. Ha, o 4 mərhələli yaddaş məsələsi. Bəli, bu prosesin oyanması belə təsvir edilir. Nuh,
Yenisey, Avesta və nəhayət Xaybar yaddaşı. Səncə biz bunları sadəcə tarixi dövrlər kimi başa düşməliyik, yoxsa burada başqa bir gizli allegoriya var? Sözün düzü, bu 4 yaddaş əslində bəşəri şuurun, bəlkə də insanlığın mənəvi inkişaf pillələridir. Yəni sadəcə tarix deyil. Gəl Nuh yaddaşından başlayaq. Aha, su ilə bağlı olan. Bəli, Nuh arxetipi su ilə yolmaq və ilkin təmizlənməklə bağlıdır. Dünyanın palçıqdan, belə deyək, günahdan arınması. Sonra Yenisey yaddaşı gəlir. Yenisey, yəni fərqli coğrafiyalar? Tamamilə. Dərin köklər, köçlər, yəni təcrübənin, sınaqların genişlənməsi öz əksini tapır burada. Üçüncü pillə isə Ahəstə, yəni Avesta yaddaşıdır. Avesta, qədim elm, zərdüştlük falan yada düşür. Düz tapdın. Avesta qədim elmlə, işıqla qaranlığın fəlsəfəsi ilə bağlıdır. Burada insanın dünyanı idrakla, yavaş-yavaş, yəni ahəstə anlama prosesi başlayır. Elm və inanc birləşir. Və gəlib çıxırıq dördüncüyə, Xaybar yaddaşına. Qeydlərdə xüsusi vurğulanır ki, bu dördüncü yaddaş bizim hal-hazırda içində olduğumuz qısa və müvəqqəti yer ömrümüzə, yəni aktiv mübarizə dövrünə təsadüf edir. Bəli, yaradan əsasını yerə vuranda məhz bu Xaybar yaddaşı oyanır. Deməli sən, mən, bizi dinləyən şəxs, əgər biz o zərgər dəqiqliyinə çatmağa çalışırıqsa, arxamızda Nuhun təmizliyini, Yeniseyin təcrübəsini və Avestanın elmini gəzdiririk. Yəni biz heç nəyə sıfırdan başlamamışıq. Elə işin ən böyük, ən möhtəşəm tərəfi də ondandır. Sən adi bir dürüst qərar verəndə, məsələn, işdə kiminsə haqqını tapdalamamağı seçəndə, sən sadəcə etik davranmırsan. Sən minilliklərin o böyük işıq proqramını icra edirsən. Bax, tam burada məsələnin oxu tamamilə fərqli bir tərəfə çevrilir. Əsnafın bütün bu missiyasının məqsədi, qeydlərə görə, qaranlıqlara böyük yaradanın işığını salmaqdır. Bəli, əsas missiya budur. Yaxşı, bəs bu işıq özü nədir? Mən, yəni fizikanı, astronomiyanı xüsusi sevən biri kimi, mənbənin ikinci hissəsindəki materialları oxuyanda düzü çox həyəcanlandım. Çünki kosmosdan danışır, hə? Bəli, çünki mətnlər bizi qəfildən, fəlsəfədən birbaşa astrofizikaya, böyük partlayış, yəni Big Bang nəzəriyyəsinə aparır. Bu hissə mənbənin bəlkə də ən unikal sintezidir. Çünki müasir elm böyük partlayışı sadəcə fiziki, kör təbii bir xaos, sıxılmış maddənin partlaması kimi görür. Yəni təsadüfi bir şey kimi. Hə. Lakin bu mətnlərdə partlayış çox şuurlu, məqsəd yönlü bir hadisə kimi izah olunur. Böyük yaradan kainatı bütöv bir kütlə kimi saxlamadı. O, öz işığını dağıntı və ya məhv üçün deyil, məhz yaradıcılıq üçün, yeni formalar üçün bir yerə toplayıb partlatdı. Beləliklə, kainat işıq paylarına bölündü. Düzdür və o işıq zərrələri kosmosda hərəkətə keçdi. Amma burada elmə atılan çox konkret bir qarmaq var ki, adamı həqiqətən düşünməyə vadar edir. Mənbədə birbaşa fizikadakı relikt şüalanma temperaturu xatırladılır. O, mənfi 270 dərəcə olan. Tam olaraq, Selsiy ilə təxminən mənfi 270 dərəcə, Kelvin şkalası ilə isə 3 Kelvin olan göstərici. Bilirsən bu 3 Kelvin nədir? Alimlərin böyük partlayışın kosmosda qalan əks sədası adlandırdığı radiasiya. Bəli, hətta köhnə televizorlarda kanallar arası oxşultulu qarışqa ekranı var. Bax, onun bir hissəsi məhz bu relikt şüalanmanın dalğalarıdır. Sənin otağına qədər gəlib çatır o dalğalar. Çox qəribə bir hissdir bunu düşünmək. Və mətndə bu fiziki fakt sadəcə qalıq bir radiasiya kimi yox, ilk yaranışın hələ də soyunmayan istiliyi kimi təqdim olunur. Bu deməkdir ki, yaradılış bitməyib. Məhz. Yəni partlayış milyardlarla il əvvəl olub bitmiş bir tarixi hadisə deyil. O istilik hələ də ordadırsa, deməli yaradılış prosesi bu an biz səninlə bu sözləri deyərkən belə davam edir. Yəni kainat cansız bir məkan deyil. Xeyr, içində yaradılışın temperaturunu qoruyan canlı bir inkubatordur. Bax, elə bu nöqtədə mənim mənbənin özünə bir qədər etirazım, bəlkə də skeptik yanaşmam var. Bir dəqiqə dinlə məni. Buyur, eşidirəm. Əgər doğrudan da yaradanın işığı hər yerə yayılırsa və hər şey bu ilk yaranışın bir parçasıdırsa, bəs o zaman bizim bəzən hiss etdiyimiz o dərin boşluq nədir? Hansı boşluğu deyirsən? Bilirsən nəyi deyirəm? Bəzən adam səhər durur, hər şey yalan, mənasız və puç görünür.
Bu fanilik fəlsəfəsi yüzilliklərdir incəsənəti, ədəbiyyatı zəbt edib. Əgər hər şey partlayışdan sonra müxtəlif istiqamətlərdə kainata səpələnib uzaqlaşırsa, Yəni dağılırsa. bəli, əgər dağılırsa, o zaman bəlkə də hər şeyin sonu yoxluq, elə əsl reallıqdır. Və hiss etdiyimiz bu puçluq əslində kainatın öz qanunudur. Sənin bu boşluq və mənasızlıq hissi ilə bağlı gətirdiyin arqument, sözün açığı, əslində tam da mənbənin hədəf aldığı, yıxmaq istədiyi yanaşmadır. Mətnlər birmənalı olaraq fanilik və puçluq ideyasını qətiyyətlə rədd edir. Yaxşı, bəs onda bu hiss hardan qaynaqlanır? Axı var belə bir hiss. Sualın cavabı yenə də daxili arxitekturadadır. İnsan özündən və ilk işıqdan uzaqlaşdığı üçün belə hiss edir. Özündən uzaqlaşdığı üçün? Bəli, sən kosmik mənzərədən qopub sadəcə maddi dünyanın, tutalım maaşın, kreditin, statusun içinə sıxışanda təbii olaraq o böyük işığı itirirsən. Mənasızlıq obyektiv reallıq deyil. Bəs nədir? O, sənin işıqdan qopmağının simptomudur. Necə ki, oksigendən qırılanda boğulursan, bax elə. Yəni, puçluq fəlsəfəsi əslində kainatın deyil, bizim öz məhdud qavrayışımızın məhsuludur. Anladım. Hətta mənə maraqlı gələn başqa bir detal da oldu. Nə detalı? Mənbədə dialektikanın məşhur inkarı inkar qanununa çox fərqli bir rakursdan toxunulur. Tələbəlik illərindən bəlkə də xatırlayırsan, bu fəlsəfi qanun deyir ki, yeni gələn köhnəni inkar edib, məhv edir və onun yerinə keçir. Toxum ölür ki, ağac olsun. Hə, ənənəvi fəlsəfə belə deyir, lakin mənbə buna düzəliş edir. O deyir ki, bu proses əslində inkar və ya yox etmək deyil. Bu, müxtəliflikdən müxtəliflik törəməkdir. Heç nə, bax, mütləq mənada heç nə yox olmur. Heç nə yox olmur. Niyə ki? Çünki əgər bütün varlıqların nüvəsində yaradanın işıq zərrəsi varsa, sən o işığı necə məhv edə bilərsən? Onu yaradandan necə qopara bilərsən? Haqlısan, qoparmaq olmaz. Varlıq sadəcə forma dəyişdirir. Zərrə başqa zərrəyə, enerji başqa enerjiyə çevrilir. Həyatdakı o mənasızlıq və ölüm qorxusu ancaq formaya, qabığa həddindən artıq bağlanmağın verdiyi bir illüziyadır. Çox yaxşı, əgər işıq bu qədər mütləqdirsə, heç nə yox olmursa, o zaman məntiqli bir sual yaranır. Kimdir bu işıqla döyüşən? Kainat niyə sakit, dinc bir yer deyil? Hə, gəldi o qaranlıq məsələyə. Bəli, mənbənin növbəti hissəsində bəhs edilən o qaranlıq qüvvə, qara varlıq və ya black entity konsepsiyası. Adamda biraz qorxu filmlərini xatırladan bir hiss yaradır o. Həqiqətən elədir. Qeydlərdə deyilir ki, bu varlıq kainatın formasını, ki orada kainat ellipsoid, yəni oval adlandırılır, durmadan kiçiltməyə, sıxmağa çalışır. Məqsədi o böyük işığı boğmaqdır. Və bu mübarizə kosmik miqyasda gedən bir gərilmədir. Kainat işıq hesabına genişlənir, böyüyür, qara varlıq isə öz qaranlığı ilə o ellipsoidu sıxaraq kainatın miqyasını daraltmağa çalışır. Sanki nəfəsini kəsməyə çalışır. Dəqiq. Və bu, sadəcə göylərdə gedən bir savaş deyil. Bu, həm də mikrokosmos olaraq bizim üçümüzdəki savaşdır. Nə vaxt ki sən qorxuya təslim olursan, dar düşünürsən, məhz o qara varlığın kainatı sıxmasına mikroskopik də olsa kömək etmiş olursan. Bilirsən, bu proses nəyə bənzəyir mənim ağlımda? Nəyə? Təsəvvür elə ki, kosmos canlı bir orqanizmdir və nəfəs alır. İşıq onun ciyərlərini genişləndirən havadır, o nəfəs alıb böyümək istəyir. Qara varlığı isə o ciyərləri çöldən sıxan, onu daraltmağa, nəfəsini kəsməyə çalışan bir təzyiqdir. İşıq genişlənir, qaranlıq sıxır. Çox dəqiq bənzətmədir. Bəs yaxşı, tutalım ki, fizika və ya mistika daxilində düşünək, əgər bu qara varlıq bir gün həqiqətən də çox güclənsə, yəni o kainatı, o ellipsoidu qəti şəkildə sıxıb son nöqtəsinə gətirə bilsə, onda nə baş verəcək? Qaranlıq qalib gələcək və hər şey məhv olacaq. Bax, qeydlərin gətirdiyi ən böyük plot twist, yəni o ən kəskin gözlənilməz dönüş məhz buradadır. Adi məntiqlə düşünəndə deyir ki, hə, əgər qaranlıq hər şey sıxsa, biz bitdik. Amma mənbə deyir ki, xeyr, bu son deyil. Bəs nədir? Əgər qara varlıq hər şeyi son həddə qədər sıxarsa, bu sadəcə yeni və daha nəhəng bir başlanğıcı tətikləyəcək. O sıxılmanın təzyiqi altında
böyük yaradanın ətrafına bütün işıqlar yenidən toplanacaq. Aha, Və yaradan 6 tərəfə ki, burada fizikadakı irəliləmə hərəkətinin 3 ox üzrə sərbəstlik dərəcələrinə, yəni irəli-geri, sağa-sola, yuxarı-aşağı istiqamətlərinə işarə edilir. O işığını yenidən, daha şiddətli şəkildə partladacaq. bir dəqiqə, yəni qaranlıq nə qədər sıxsa, partlayış da o qədər böyük olacaq. Vay canına. Tam olaraq belədir. Və yaranacaq o yeni kainat daha kamil, daha geniş və müqəddəslərlə dolu olacaq. Bax, bu nə deməkdir bilirsən? Nə deməkdir? Bu o deməkdir ki, qaranlığın kainata edə biləcəyi ən pis şey, özü də bilmədən daha böyük, daha möhtəşəm bir işıq kainatının doğulmasına səbəb olmaqdır. Qaranlıq əslində işığın genişlənməsi üçün sadəcə xidmətçi bir mexanizmdir. Yəni onun ən böyük qələbəsi əslində özünün mütləq sonudur. Bəli. Və işığın yeni partlayışıdır. Bu, kosmik səviyyədə möhtəşəm bir optimizmdir. Deməli, məğlubiyyət və ya tam yox olma belə bir şey ümumiyyətlə yoxdur. Yaxşı, bəs biz? Biz necə? Əgər hər şey belə bir mükəmməl dövrə ilə yeni, daha geniş bir yaranışa doğru gedirsə, bəs bütün bu böyük kosmik dramın içində sıravi insanın rolu nədir? İnsan bu mənzərənin harasındadır? Biz hara qayıdırıq axı? Çünki qeydlərdə xüsusi olaraq ilkə dayıdış adlı bir konsepsiyadan bəhs edilir. Təbii ki. Çünki bu qədər fizika və astronomiyadan sonra hər şey yenidən insanın ruhuna qayıtmalıdır. Mənbə qeyd edir ki, hər bir şuurun, insanın yekun taleyi ilkə, yəni o təmiz, başlanğıc müqəddəsliyə qayıtmaqdır. Amma yəqin bunu hamı dərhal edə bilmir. Əlbəttə. Yolu bağlayan nədir? Materializm. İnsanın pulun, sərvətin, müvəqqəti maddi maraqların quluna çevrilməsi. Maddiyata olan bu xəstəlikli bağlılıq insanın ətrafına qaranlıq hörür. O qaranlıq da işığı sıxır. Bəs əgər bəşəriyyət o qeydlərdə deyildiyi kimi kamilləşib bu egodan, bu asıllıqdan qurtula bilsə, onda nə olacaq? O zaman cəm bəşəriyyət əbədiyyətə qayıtdıqda, bayaq adını çəkdiyimiz o ağ geyimdə, yəni tam təmizlənmiş formada olacaqlar. Onlar böyük yaradanın ətrafında azad hərəkət edən icraçılara çevriləcəklər. İcraçılar, yəni idarə edici kimi. Bəli, bəlkə də yeni yaranacaq o böyük kainatların idarə edici işığında pay sahibi olacaqlar. Və burada çox duyğulu bir detal da var. Mətin deyir ki, hətta heyvanlar belə bağışlanacaq və kainatda azad hərəkət edən zərrə işığın hissələri olacaqlar. Nə gözəl. Bu sadəcə insan egosunu oxşayan bir fəlsəfə deyil. Xeyr, əsla. Bu bütün varlıqları ehtiva edən mütləq bir mərhəmətdir. Bilirsən, mən indi bizi dinləyənlərə birbaşa müraciət etmək istəyirəm. Sən indi yəqin fikirləşirsən ki, bütün bunların mənim səhər oyanıb işə getməyimlə, ailəmlə olan problemlərimlə nə əlaqəsi var? Aha. Adamı reallıq maraqlandırır təbii ki. Bəli. Bəlkə də zərgər kimi dürüst bir əsnaf olmaq və işığa doğru getmək sənə kosmik bir utopiya kimi görünür. Amma gəl bu nəhəng şəkli kiçildib, tam otağının ortasına qoyaq. Mənbə bizə praktik olaraq bunu deyir. Maddi dəyərlərə həddən artıq yüklənib özünüzü yeyib bitirməyin. Çünki nəticədə hər şey ilkə qayıdacaq. Düzdür. Çünki əgər hər şey nəhayətində o qusursuz işığa qayıdacaqsa, sənin bugün etdiyin hər kiçik seçim əslində o işığın qorunmasıdır. Sən bir işgüzar görüşdə kimisə aldatmamağı seçəndə, ya da sadəcə dostunla bir süfrə arxasında əyləşib ona qarşı duz çörəkdə düz olanda, sən sadəcə cəmiyyətdə yaxşı vətəndaş olmursan. Sən həmin an qaranlığın kainatı sıxmasına mane olursan. Məhz, sən həmin o ilk işığın kiçik bir əksini otaqda saxlayırsan. Əsnaf olmaq kosmik bir status deyil sadəcə. Bu məhz bu gündəlik məsuliyyəti dərk etməkdir. Sənin toxunduğun bu son məqam qeydlərin bütün mahiyyətinin gözəl bir xülasəsidir. Biz bugün mətni analiz edərkən əsnafın dəqiq, hətta zərgər həssaslığında dürüstlük simvolu olmasından başladıq. Aha. Oradan kainatın yaranışına, 3 kelvinlik relik şüalanların hələ də soyumayan istiliyinə səyahət etdik. Anladıq ki, hiss etdiyimiz fanilik sadəcə işıqdan uzaq düşməyin gətirdiyi bir illüziyadır. Və qara varlıq məsələsi? Bəli, qaranlıq qüvvə nə qədər sıxmağa çalışsa da, əslində daha böyük partlayışa, daha möhtəşəm işıq yaradılışına xidmət edir. Və sonda bütün bu yolların hədəfinin o ilkin təmizliyə, azad, ağ geyimli icraçılar olaraq əbədiyyətə qayıtmaq olduğunu gördük.
Çox gözəl ümumiləşdirmə oldu. Bəli, bu çox uzun və kosmik bir yoldu doğrudan da. Lakin bu araşdırmamızı yekunlaşdırarkən mənbənin ruhundan doğan, bəlkə də bu vaxta qədər fərqinə varmadığınız provokativ bir fikri zehninizdə buraxmaq istəyirəm. Nədir o fikir? Maraqlı gəldi. Diqqət edin. Bugünkü qeydlərimizə görə kainatda heç nə yox olmur, heç nə fani deyil, hər şey, etdiyimiz hər bir əməl, yaddaşda, xüsusən də o ilkdən olan yaddaşda həmişəlik qalır. Yəni hər şey kodlaşır. Bəli, belə isə təsəvvür elə ki, sənin bugün dostuna dediyin hər dürüst söz, o ən çətin anında, qaranlığa təslim olmadan göstərdiyin o zərgər dəqiqliyi, bəlkə də bütün bunlar gələcəkdə qara varlıq hər şeyi sıxıb yenidən partlayanda yaranacaq o yeni nəhəng kainatların kiçik bir proqram kodudur. İnanılmaz bir baxış bucağıdır. Bəlkə də sənin bugün etdiyin sadə bir dürüstlük hərəkəti gələcək kainatların inşa ediləcəyi bir işıq zərrəsidir. Bax, gələn dəfə gündəlik, sıradan görünən amma əslində çətin bir qərarla üz-üzə qalarkən özünə bir saniyəlik bu sualı ver. Mən kiməm? Mən hal-hazırda hadisələrə sadə, maddi qorxularının içinə sıxışmış sıravi bir insan kimi reaksiya verirəm. Yoxsa kosmik bir əsnaf kimi? Mən qaranlığın sıxılmasına kömək edirəm, yoxsa içimdəki o partlamış relikt işığın genişlənməsinə? Bunu düşünməyə mütləq dəyər. Sözsüz ki, dəyər. Bu kosmik dürüstlük fəlsəfəsinin səndə hansı sualları oyatdığını düşün. Ümid edirik ki, bugün incələdiyimiz mənbələr sənin üçün də dünyanı qavramağın yeni bir pəncərəsini açdı. Biz həmişə olduğu kimi sizin fikirlərinizi gözləyirik. Bəli, fikirlərinizə, suallarınıza həmişə açığıq. Gələn dəfə yenidən fərqli mövzuların dərinliklərində görüşənədək özünüzə yaxşı baxın.